Deməli, barmaq misallar var. Bu məsələlərin üslubu nədir, necədir? Birinci növbədə ümumi anlayış verək. 4 nəfər də ola bilər, 5 nəfər də olur, 6 nəfər də olur. Maksimum 6 nəfərə kimi gedir. Və burada ümumi məsələ nədir? Anlayış nədir? Deyir 4 dənə oyunçu var və bu 4 nəfərdən biri bir oyun təklif edir. Başlayırlar aralarında həmin oyunu oynamağa. Sadəcə kənardan bir şəxs gəlib bunlara sual verir ki, oyunu kim təklif edib? 4 nəfərsiniz də sual verirəm ki, kimdir bu oyunu təklif edən? Və bu danışan yoxdur, sadəcə əllər, barmaqlarla cavab verirlər. Deyir barmağını sağa istiqamətləndirən, oyunu təklif eləyənə uyğun olaraq sağdakılardan biri olduğu, barmağını sola istiqamətləndirən soldakılardan biri olduğunu, ama bunu bilirsiniz. Ama bunu buradan özünüz oxumazsa, özü verib. Deyir barmağını aşağı istiqamətləndirən, yavaş və əzbər yazsa, aşağı istiqamətləndirən özünün təklif etdiyini bildirir. Amma barmağını yuxarı istiqamətləndirən özünün təklif etmədiyini bildirir. Yəni yuxarı mən deyiləm deməkdir, aşağı göstərən mənəm təklif edən deməkdir. Sağı solu bilirsiniz. Və bu misallarda ümumi üslub nədir, necədir, onu anlayış verəcəm. Demək ola bilər çox eləyəcəm bunların hamısını. Deməli, məsələ nədən ibarətdir? Bu misallarda nə olur olsun, birinci növbədə heç bir bu sual var ha, sualı heç bir halda birinci oxumursunuz. Sual istədiyi şey verə bilər. Hamısının ümumi olaraq bir qaydası var. Bir saniyə biraz nazil edək bunu. Hamısının bir ümumi qaydası var. Burada 4 nəfərin hansının oyunu təklif elədiyini indidən bilin ki, heç bir halda bilmirik və bilməyəcəyik də. Sadəcə ehtimalları yoxlayacağıq və görəcəyik ki, kimlər doğru, kimlər yalan danışır, onları biz tapmalıyıq. Bu misalın yəni üslubu ancaq belədir. Doğru və yalan. Bura doğru, bura yalan. 4 nəfər olduğuna görə 1, 2, 3 və 4 qoyuram. İndi yavaş-yavaş indi olar ki, birincidən çətin başa düşür. Yavaş-yavaş indi öyrəşəcəksiniz. Baxın, mən oyunu təklif eləyənin hamısını bir-bir, birinci, ikinci, üçüncü, dördüncünü bir-bir yoxlayacağam ki, görək kimlər təklif eləsə, neçəsi düz, neçəsi yalan danışır. Yəni, Loro dillə deyirəm. Tutaq ki, kənar bir şəxs mənəm və mənə kimsə deyib ki, oyunu təklif eləyən birdir. Ged onları soru-sual elə görək kimlər sənə düz danışır, kimlər yalan. Onu yoxlayacağam. Sonra kimsə deyir ki, oyunu təklif edən 2 olarsa, kimlər düz, kimlər yalan, 3 olarsa, 4 olarsa, ehtimalla yoxlayacağıq. Baxın, tutaq ki, kimsə mənə deyib ki, oyunu təklif edən 1-dir. Artıq 1-in simvolik olaraq oyunu təklif elədiyini bilirəm. Amma gəlirəm bu 4 nəfərə sual vermək istəyirəm. Görüm kimlər mənə yalan danışacaq, kimlər doğru. Baxın, bilirəm ki, biri qəbul eləmişik. Soruşuram birin özündən kimdir? Təklif edən. Mənə deyir sağdadır. Yalan deyir axı, özüdür. 2-dən soruşuram kimdir təklif edən? Deyir mən özüməm. Aşağı özüməm deməkdir. Yalan deyir. 3-dən soruşuram kimdir təklif edən? Deyir sol tərəfdəkilərdən biridir. Bu düz deyir. 4-dən soruşuram, deyir mən deyiləm. Təbii ki, düzdür, özü deyil. Əgər oyunu birinci təklif eləyən olarsa, ikisi doğru, burada ikisi nə oldu? Yalan oldu. Və bu birinci, pozuram indi bunu, bura yazıram. Birinci təklif eləsə 2 düz, 2 yalan. Baxın, tutaq ki, mənə indi kimsə deyib ki, oyunu təklif eləyən ikinci şəxsdir. Ged onları sual-cavab elə. Başlayıram, deyirəm kimdir təklif edən? Deyir, sağ tərəfdəkilərdən biridir. Düzdür. 2-dən soruşuram kimdir təklif edən? Deyir, mən özüməm. Artıq düzdür, çünki özün qəbul eləmişəm. 3-dən soruşuram, deyir, sol tərəfdədir. O da düzdür. 4-dən soruşuram, deyir, mən deyiləm. Əslində, bu da düzdür. Əgər ikinci oyunu təklif edən şəxs olarsa, 4-ü də düz danışacaq. Onda bura nə yazıram? 4-ün 0-a. Oyunu təklif edən şəxsin 3-cü olduğunu, hamısını bir-bir yoxlamalıyıq. Bunların hamısının qaydası belədir. Əgər 3-cüyün qəbul eləsə, soruşuram kimdir, deyir, sağdır, sağdakılardan biridir. Düzdür. 2-dən soruşuram, deyir, mənəm təklif edən. Səhvdir. 3-dən soruşuram, deyir, soldakılardan biridir. Səhvdir, çünki özün qəbul eləmişəm. 4-dən soruşuram, deyir, mən deyiləm. Düzdür. Bu da oldu 2-nin 2-yə və nəhayət son olaraq daha cavaba gedirik. Əgər oyunu 4-cü oyuncu təklif eləyən olsaydı,
neçə düz, neçə yalan olardı? Başlayaq. Əgər oyunu dördüncü təklif edən olsaydı, başlayıram. Bir deyir sağ tərəfdədir. Düzdür. Düzdür. 2 deyir mənəm təklif edən. Səhvdir. 3 deyir soldadır. Səhvdir. 4 deyir mən deyiləm. Mən deyiləm düzdür yoxsa səhvdir? Artıq səhv olacaqdır. Çünki özün qəbul eləmişəm bunu. Ona görə bir doğru, 3 yalan çıxdı. Bundan sonra sualı oxuyanda çaşıb eləməyin. Sual tane var, kitabda. Deyir, doğru və yalan məlumatların sayı eynidirsə, bu vəziyyəti göstərən şəklə əsasən kimlər oyunu təklif edə bilər? Yəni, hansılar təklif eləyəndə doğru və yalan eyni olacaq? Deyəcəksiniz ki, müəllim, birinci sıra, birinci oyuncu ilə üçüncü oyuncu oyunu təklif eləsə, doğru və yalan məlumatların sayı eyni olacaq. Ya da verir ki, doğru yalan məlumatların sayı eyni deyilsə, bu hansı sıralardadır? Onda da 2 ilə 4 götürəcəksiniz. İndi təbii ki, hələ eləyəcəm yenə smaniklər var orada. Sadəcə bilin ki, bu misalda hamısı üslubu bax belədir. 15 nəfər də olsa bir-bir hamısının ehtimalını yoxlayacaq. Amma sualca ancaq bu barmaqlara verilir. Nə demək istəyirəm? Burada ən böyüyü var burada. Ən böyüyü hansıdır? Bax bu ona görə deyirəm də bu 5 nəfərdir. Bir də 6 nəfər idi. Burada qaldı. 35, 36-cı sual, 37-ci sual. Hə, buradadır. Bu sual idi. Bu da bu sual deyəndə Dimin öz kitabının suallarıdır. Olsa hər yerə eyni şey düşür. Nə tər düşür, düşsün, hamısının yolu eyni formatdadır onsuz da. Deməli, bunu burasını bir dənə kəsirəm. Bax, görürsə, heç nə oxumuram ha. Nəyimə lazım? Birinci sxemimi yazıram. Sonra izah edəcəm o sumaliki. Deməli belə, bu doğru, bu da yalan. 1, 2, 3, 4, 5, 6 nəfər var. Olsun, 6 nəfərin biraz nə qədər sayı çox olarsa, o qədər vaxt ikisi deməkdir. Yəni, məsələn, 4 nəfər olanda 4 dənə yoxlayırsan, 6 nəfər 6 dənə. Mənə diqqətlə qulaq asın. Ən əsas tələbələrin çaşdığı yer. Bax, bu 6-sı da oyuncudur. İsi, qara smali, ağ smali, smali ağlayır, gülür, onun dəxli yoxdur. 6-sı da oyuncudur. 6-sı da oyunu təklif eləyə bilərlər. Amma sual-cavab ancaq 4 nəfər arasında aparılır. Bu, smayliklər ümumiyyətlə danışmır. Danışmayan şəxsin necə düz və ya yalan danışdığını bilə bilərik. Ona görə 6-sının da ehtimalını yoxlayacaq. Yəni, qara smaylik oyunu təklif eləsə, bu 4-ündən neçəsi düz, neçəsi yalan danışır. İkinci təklif eləsə, üçüncü. Ancaq neçə düz, neçə yalan bu barmaqlara verilir. Yəni, suallar bunlara verilir. Xüsusilə buna fikir verin. Başlayaq. Oyunu təklif eləyənin birinci olduğunu simvolik olaraq qəbul edəcək. Baxın, ancaq barmaqlara verirəm sualı. Deyirəm, kimdir təklif eləyən? Deyir, mən deyirəm. Düzdür. Deyir, sağ tərəfdədir. Səhvdir. Deyir, soldadır təklif eləyən. Düzdür. Və deyir, mənəm təklif eləyən. Səhvdir. Əgər qara smiling təklif eləyən olarsa, 2 doğru, 2 yalan olacaq bunların arasında. Yazıram bura. Getdim ikinci. Oyunu təklif eləyənin ikinci oyuncu olduğunu qəbul eləsək, yenə barmaq olduğuna görə elə özündən başlayırsınız. Deyir, mən deyiləm. Bu ikinci var ha. Ancaq özü olanda səhv çıxır da, qalan hər bir halda düz olacaq. İndi özü olduğuna görə mən deyiləm demək bizi aldatmaq deməkdir. Üçüncü deyir ki, sağ tərəfdədir. Bu da yalan deyil. Dördüncü deyir ki, sol tərəfdədir. Düz deyil. Beşinci deyir, mənəm təklif eləyən. Yalan deyil. 1 doğru, 3 yalan oldu. 6 dənə olduğuna görə biraz vaxt aparacaq. Əgər oyunu təklif eləyən üçüncü olduğunu qəbul eləsə, deyir, mən deyiləm. Düzdür. Deyir, sağ tərəfdədir. Səhvdir. Deyir, sol tərəfdədir. Düzdür. Deyir, mənəm təklif eləyən səhvdir. Bu da oldu 2-nin 2-yə. Oyunu təklif eləyənin 4-cü olduğunu qəbul eləsək, yenə. Amma öyrəşdirsən tez-tez eləməlisiz. Dolayı, mən deyiləm. Düzdür. Sağ tərəfdədir. Düzdür. Sol tərəfdədir. Səhvdir. Və mənəm təklif eləyən səhvdir. Bu da 2 doğru, 2 yalan oldu. Oyunu təklif eləyənin 5-ci olduğunu qəbul eləsək, deməli, yenə mən deyiləm.
düzdür. Sağ tərəfdədir, düzdür. Sol tərəfdədir, səhvdir. İndi deyir mənəm təklif edən. Artıq nədir bu? Düzdür. Çünki özün götürmüşük. 3 doğru, 1 yalan və nəhayət sonuncu cavaba girəcək. Oyunu təklif edənin 6-cı olduğunu qəbul eləsək, yenə mən deyiləm. Düzdür, sağdadır, düzdür, soldadır, səhvdir və mənəm təklif edən səhvdir. Bu da olacaq 2-nin 0. Hə, cavab tapmaq sizlikdir. Nədir? Doğru və yalan məlumatların sayı eyni deyilsə, hansı sıralarda deyil eyni deyil? Cavab nə olacaq? 2 ilə 5-ci. 2, 5. Eyni olanlar, bəli. Yəni, məsələ budur. Bir dənə xüsusi növbədə yadınızdan çıxsa, video təzədən baxanda əsas bu smayliklərə. Mən sizə bir dənə belə bir sual verim. Mən indi desəm ki, 6 nəfərin içində, məsələn, 6-cı oyunu təklif edən şəxs ola bilər. Düz deyirəm, səhv deyirəm. O neytraldı axı. Yəni, sualım Amma yəni, ola bilər deyirəm də. Deyirəm 6-cı Ola bilər də, ola bilər müəllim, amma Bəzən danışmır tələbələr da, deyir düzdürmü? ki, müəllim, yox, o heç bir halda ola bilməz. Bəs demədiniz, onlara sual vermirik. Deyirəm, sual vermirik də, amma o da bir oyun. Amma təşkil eləyə bilər. Bəli, o da oyunçudur. Onun üçün bəlkə oyunu təklif edib sakitcə dayanır, heç nəyə cavab vermir. Belə bir şeydir. Ona görə smayliklər necə qurulsun? Birində bir smaylik, indi məsələn, bundan sonrakında biri ağlayır vermişəm, birini gülür vermişəm. O nə dəxli var ki? Hamısında belə bir sxem çəkirsiniz, doğru və yalan məlumatları, ehtimalları hamısını yox. Ondan sonra verdiyi suala cavab verməlisiniz. Yəni belə bir şeydir. Belə smayliklər olanda biz ancaq barmaqlarla işləyirik də, yəni smayliklara əhəmiyyət vermirik. Ümumiyyətlə həmişə barmaqlarla işləyirsən. Ya eləcə smaylik olur, ya da ki smaylik olmur. Olsa da olmasa da ancaq sual bu barmaqlara. Bilsən nədir məntiq? Danışanlara bilirsən də kimlər düz danışır, kimlər səhv danışır. Mən sənə bir sual verirəm. Danışmayanlardan bilmək Sən olmaz. mut rejimindən çıxmasan mən nə biləcəm sən düz danışan səhv. Bu smayliklərin qarası, ağı, gül, ağlı hamısı o susma deyil haqqını kullanır da heç nəyə cavab vermir. Ona görə hər bir halda ancaq barmaqlara sual verirsiniz. Plus, minuslar ancaq bunlar arasında ola bilər. Əgər siz hardasa belə bir ehtimal tapmışsınızsa, məsələn, 3-ü doğru, 2-si yalan, bilin ki, səhviniz var. Bunun cəmi 5 il axı. Ancaq nə olmalıdır cəmlər? 4 nə olmalıdır? Ya 2-in 2-yə, ya 4-ün 4. ya Çünki 1-in 4 danışır. Bəli, ancaq 4 nəfər. Başqa şey yoxdur. Və başqa bir şey də dəyişmir. Birdən siz deyərsiniz, müəllim, bəlkə barmağın birini kəsib, biri yoxdur, 3 dənəsi var. Elə şey yoxdur, üslubdur. Bütün kitablarda belə. İndi hanı o? Ovçumuz hanı bizim? Deməli, bəli, biraz bax, bu da mən sizdə qınamıram. Ovçu misalı da biraz çətin sualdır. Əslində, barmaqdan da ümumi çətin sayılır. Deməli, vaxt aparanlar da hamısı evdə eləyib tapa bilərsiniz, hissə, amma imtahan söhbəti var. Deməli, burada nə verilib? Deyir ki, LMNK heyvanları cökə, şam, çinar, palıd ağaçlarının arxasında gizlənmişlər. Vergülü buradan pozum. Deməli, ovçu hansı ağaca doğru hərəkət etsə, heyvanlar ancaq o zaman yerini dəyişir. Heyvanlar ovçunun yoxladığı ağaca keçə bilməz, əvvəlki gizləndiyi yerə keçə bilməz, həmçinin digər heyvanların yerinin arxasına keçə bilməz. Birinci bu cümləyə anlayış verin, bu nə demək istəyir? Bu keçə bilməz var. Birinci şərtlər. Şərtlər də hamısında eynidir də, onu bilin. Məsələn, bu M ağacı olsun, bu K ağacı olsun, ta ki bu da ovçunun gizləndiyi bir ağac olsun. Məsələn, deyirəm ki, heyvan burada gizlənib, düzdür. İndi şərtlər nədir? Əgər burada hər hansı heyvan gizlənibsə, məsələn, bu burada şabalıd ağacı olsun, boşsun. Deyir ki, hansı ağacın arxasında heyvan, digər deyir heyvanın gizləndiyi yerə keçə bilməz. Yəni, belə şey yoxdur ki, bu heyvan gəlsin, bunun yanında dayansın. Yəni, bir ağacın arxasında 2 heyvan ola bilməz. Bu birinci şərt. Bu ancaq hara keçə bilər? Məsələn, bu heyvan hara gələ bilər? Boş ağacın arxasına. Bəs yaxşı, gəldim şabalıda. Bəs ovçu şabalıdı yoxlayanda qaçacam axı. Təzədən deyir şabalatın arxasından çıxıb öz yerinə qayıda bilərmi? Xeyr. Əgər öz yerindən çıxmısansa, bir daha öz yerinə qayıda bilməzsən. Üçüncü şərt nədir? Bəs yaxşı,
Ovçu bu, məsələn, belə deyək də, ovçu bu fıstıq ağacını yoxlayır. Bax, fıstıq ağacını yoxlayır və gəlir bura. Bura gələndə həmin heyvan gələ bilməz ovçunun yoxladığı yerə. Yəni, qaydalar budur ki, bir ağacın arxasındakı heyvan ovçunun yoxladığı ağacın arxasına keçə bilməz. Digər heyvanın durduğu ağacın arxasına keçə bilməz. Bir də yerin dəyişibsə əvvəlki yerinə qayıda bilməz. Şərtlər budur. İndi üslubla gedəcəyik. Və verilənlər var burada. Deyir ki, el cökə, en şam, em çınar və K palıd ağacının arxasında gizlənir. İndi sxem çəkəcəyik. Prosta gedişlərin sayına uyğun sxem olmalıdır. 7-ci gediş, 7 gediş istəyir. Əslində bu 2 dənə artıq olur sütunların sayı. 7 gediş deyirsən, deyəcəm niyə 2 dənə artıq, bircə saniyə. 7 dənədir. 7 dənə sətr eləyirsə, o heç. 7 saniyə. 6 dənə ağac var. Ağaçları birinci növbədə yazırsınız. Deməli, cökə var. Bu səliqəli hamısını yazır. Şam var. Sinar var. Palıd var. Və deyəcəksiniz, mənim burada yoxdur. Aşağıda verilib. Burada şabalıd və gizlənməyə deyir əlavə olaraq şabalıd və fıstıq ağacları. Daha doğrusu 6 dənədir. 7 nəyə qoydum? Deməli, şabalıd var və bir də ki, fıstıq var. Nə qədər ağacdırsa, o qədər sətr çəksiniz. O 7 dənə ehtiyac yoxdur. 6 dənə ağacdırsa, 6 sətr olur. Hə, indi yazaq. Deyir ki, el cökə ağac. El buradadır. En şamda, em çinarda və K da palıddadır. 2 dənə əlavə olaraq gizlənməyə nə var? Yer var. O da şabalıddan nədir? Fıstıq ağacıdır. Yəni, boş yerdir da. Zapas üçün 2 dənə yer verilir. İndi başlayırıq. Gedişlər var. Bax, burada aşağıda. O gedişləri bir-bir və bir-bir yoxlamağa. Deyir ki, ovçu birinci gedişdə fıstıq ağacını yoxlayır. Baxın, fıstıq ağacında onsuz da heç kim yoxdur. Fıstıq ağacını yoxlayırsa, deyirsiniz ki, müəllim, cökənin arxasındakı el niyə qaçsın ki? N, M və K niyə yerindəysin ki? Bu deyir ki, fıstığı yoxlayıb. Onsa burada nə var? Hissəsi X-dan da gedə bilərsiniz. Yəni, burada heç kim yoxdur. İkinci gediş. İkinci gedişdə deyir, şam ağacını yoxlayır. Nəyi yoxlayırsa, digərlərin olduğu kimi saxla. Eli yox, el qalıb, M qalıb, K qalıb. Baxın, indi sual sizə gəlir. Şamı yoxlayırsa, şamın arxasındakı artıq N çıxacaq. Və gizlənmək üçün 2 dənə yeri var. Hara? Biri şabalıqdır, biri fıstıqdır. Bu buranın sırasını da yazın. Birinci haranı yoxladı? Fıstığı. Belə yazaq. Daha sonra deyir ki, şamı yoxladı. İndi, bax, məntiq buradadır. Diqqətli olun. Bax, bu şamın arxasındakı N qaçıb gizlənəcək ya şabalıqın arxasında, ya da nəyin? Fıstığın. Mən də sual verirəm ki, bəs ovçu nəyə yoxlayıb gəldi şama? Birinci hansı ağacı yoxladı? Fıstığı yoxlayıb, fıstıqdan şama gəlir. Bir dənə ən çox tələbələrin səhv elədiyi yer buradır. Fıstığı yoxlayıb şama gəlirəmsə, həmin o şamdakı fıstığa qayıda bilməz. Bayaq dedim ya, ovçunun yerinə keçə bilməz. Ona görə bura onsuz da X qoymalısın. Bu, hara gəlməlidir? N, şabalık yerinə. Mütləqa ən çox tələbələrin səhv elədiyi yerdir. O yaddan çıxır həmişə. Ovçunun son yoxladığı, indi ovçunun son yoxladığı şamdır artıq. Deyir ki, üçüncü gedişə çinarı yoxlayır. Yenə o birlərini saxlayaq, cökə qalsın, palıd qalsın, şabalıd qalsın. İndi çinarın arxasında kim var? M var. Düzdür. İndi M qaçmalıdır. Şamın arxasına, yoxsa fıstığın arxasına? Fıstığı. Deyin. Çünki şamı yoxlayıb gəlir, baxın. Ona görə şama gəlməz. Gələcək fıstığın arxasına. İndi imtahanda diqqətli olun. Məsələn, sizə gedişləri desə, hansı-hansıdır, o formatda tapasınız da. Üçüncü gedişi desə, o şey tapdı. İndi keçirik dördüncü gedişə. Dördüncü gedişdə deyir, bu burada yazım. Üçüncü gedişdə çinarı yoxlayıb. Bunları yazaq ki, sıra yadınızdan çıxmasın. Nəyə yoxlayırsa, bura qeyd elə. O şey çinardan gəlirəm, diqqətli olun. Gəlirəm cökəni yoxlamağa, dördüncü gedişdə. Onda digərlərini saxlayıram. Palıddakı qalıb, N qalıb, M qalıb. Aha. Gəlib indi çinarı yoxlayıb və çinardan gələm cökəyə. Cökənin arxasındakı el hara keçəcək? Deyin özünüz.
Çinarı Şama. yoxsa Çinara. Şama? Artıq Çinarı yoxlayıb deyənə hara Çınara keçəcək? getmez. Şama olur. Şama keçəcək, Şama. Kimsə Çınar dedi bayaq. Mən dedim mənim çəşim. Bax, bura. Bura heç vaxt yaddan çıxmır. Bir daha deyirəm. Hardan başlayıb, hardan gəlib, Çinarı yoxlayıb gəlirəm Cöküyə. Düzdür? Artıq Cökəyin arxasındakı el qaçmalıdır iki yerə. Ya Şama, ya Çinara və Çinardan gəlmişəm axı. Çinara keçə bilməz. Onda el hara keçsə? Şama. Bəlkə özə bura baxın. Burada nə vermişəm? 4-cü gedişdən sonra keçməyin ha bura. 5-ci gediş buradadır. Yerini dəyişmişəm ki, ilişəsiz. 5-ci gedişdə deyir elin gizləndiyi ağacı. Güya ki, nəsə tərsinə bir şey verib. El hardadır ki bu dəqiqə? Şamdır. 5-ci gedişdə indi Şamı yoxlayacağam. Şamı yoxlayıramsa digərlərini yenə saxlayaq. K, N, M qaldı. Deməli, Şamın arxasını yoxlayanda bir daha deyim. Bu L hara keçəcək? Cöküyə yoxsa Çinara? Hardan gəlmişəm deyin də. Çınara. Çinardan. Yok Çınara. Onda Cökəyə keçəcək. Yəni, Cökəni yoxlamamışam axı. Cöküyə problemsiz keçə bilər. Keçəcək bura. Yoxlamışıq. Bircə saniyə. Səhv getdi. Cökəni yoxlamışıq. Ora səhv getdi. Birinci gediş, ikinci gediş, üçüncü gediş. Problemdir. Bir dənə buradan baxaq. Üçüncü gedişi bitirdik. Dördüncü gedişdə. Bax, bunu görsünüz yazmadıq. Yaddan çıxdı bax. Dördüncü gedişdə bir daha deyirəm. Haranı yoxladı? Cökəni. Problemdir. Təzən elə. Dördüncü Cökəni yoxlayırsa K qalır, N qalır, M qalır. Sualı bayaq belə verdim də sizə. Deyirəm Cökənin arxasındakı ağac ağac nədir? Heyvanlı. Hara keçəcək? Ya Şama, ya Çinara. Amma Cökəni yoxlamağa gəlməmişdən əvvəl haranı yoxlayıb? Çinarı yoxlamışdı. Ona görə dedi ki, L hara keçəcək? Şama keçəcək. Bura X qoydu. İndi Cökəni yoxlayıb, diqqətli olun. 5-ci gedişdə elin arxasındakı deyir ağacı yoxlayacaq. Yəni Şamı yoxlayacaq. Yenə bu 3 dənə duracaq öz yerində. Baxın, elin arxasındakı Şamı yoxlayırsa, yəni bu L hara qaçacaq? Ya Cökəyə, ya Çinara. Deyin indi. Cökəni yoxlamışam axı mən. Hara qaçmalıdır? Çinara qaçmalıdır. Burada L yazıram. Sonra 5-ci gedişdə oxşuyum, diqqətli olun yazına. Elin gizləndiyi ağacı, yəni Şamı yoxladı. 6-cı gedişdə qaydırıq bura. Deyir ki, Şamı yoxlayıb Şamdan Palıda gəlmək istəyirəm. Palıdı yoxlayacağam. Onda digərlərini saxlayın. N qalacaq yerində, M qalacaq yerində, L qalacaq yerində. Bir daha deyəm. İndi bu K Palıdın arxasındadır. Qaçıb hara gedə bilər? Cökəyə yoxsa Şama? Son ağaca fikir verin. K hara keçsə? Cökəyə yoxsa Şama? Deyin Cöke. də, bu mut rejimdən çıxsaydı çox gözəl olardı. Cöke. Yəni, Şamı yoxlayıb da, ona görə Şama gələ bilməz axı. Yəni, bu mütləq və mütləq K hara getməli Cökəyə. İndi qulaq asın. Deyir ki, 7-ci gedişdə hansı ağacın ətrafını yoxlasa, şikara çevirilər. İndi bunu pozuram. Baxın. Başlayıram, özüm altısını da izah edəcəm təbii ki. Özüm açıq sual qoymuşam, qapalı idi. Yəni ki, açıq sual demək ki, heç nəyə bilmirsiniz, məcbursuz hamısını yoxlama. Deməli, o üçün, axırıncı gedişdə palıdı yoxladı. Burada palıd yazaq ki, yaddan çıxmasın. Baxın, yadınızdan çıxmasın. Birinci növbədə bunu bilin. Mən palıdı yoxlayıb gəlmişəm. İndi başlayıram ki, deyir ki, hansıları yoxlasa şikara çevrilir. Şikar nə deməkdir? Qaçacağı yer yoxdursa, deyir o şikara çevrilir. Başlayam. Fıstığı yoxlasam, görək fıstığın arxasındakı heyvan gizlənə biləcəyi yer var yoxsa yoxdur? Baxaq. İndi fıstığı ağacını yoxlasam, digərlərin olduğu kimi saxlayın. K qaldı, L qaldı, N qaldı. İndi fıstığı ağacının arxasındakı M qaçıb hara gedə bilər? Ya palıd, ya da ki Şama. Palıdı yoxlamışam deyənə, hara keçəcək? Şama. Yəni, gizlənməyə yeri var. Bu şikara çevrilməyəcək. Gizlənəcək. Bir dənə də bir şey qulaq asın. Sonuncu gedişlərdə, məsləhət görəm nəyə? Ən axırıncı hansı ağacı yoxladı? Palıdı. Yəni, indidən mənə deyin, palıdın arxasına ümumiyyətlə keçə bilər heyvan.
Bax Yox. bunu bilin. İndidən bəlkə elə X-i qoyun. Bilin ki, palıd zanitdir. Ən yaxşı yolu budur. Və bu billər tezsiz baxın. Başlayaq. Fıstığın opşin gizlənəcəyi yeri oldu. Getdi cökəni yoxlayaq. Cökəni yoxlayanda fıstıqdakı dayanıb, N dayanıb, L dayanıb. Aha. Cökəni yoxlayanda bax bu K hara keçə bilər? Şama. Bir də ki, əsas məsələlərdə nəyə bilmək lazımdır? Biz şərtin əvvəlində nə dedik bura? Dedik ki, heyvan ovçunun gizləndiyi yerə keçə bilməz. Bir də ki, əvvəl özünün gizləndiyi yerə keçə bilməz. İndi mən də baxıram ki, ovçunun gizləndiyi yeri yoxdur, düzdür. Bəs K əvvəl Şamda gizlənib, yəni varmı burada Şam? K. Bax, bunlara fikir vermək lazımdır. Mən istəyirəm, biraz bunlar çətindir. Tam bir daha deyim yolu və başdan deyirəm bir daha. Baxın, fıstıq ağacını bu heç palıdı yoxlamışam deyəni X-i yapışdırın mütləq. Baxın, fıstığı yoxlasam, görüm onun arxasındakı heyvan gizlənə bilər, yoxsa yox. Başlayaq, bir daha deyirəm. K durub öz yerində, L durub öz yerində, N durub öz yerində. Mən fıstığı yoxlasam, fıstığın arxasında dayanan M-dir. M qaçıb gəlməlidir hara? Bura. Mən də baxıram ki, niyə düzdür? Çünki M-in əvvəl gizləndiyi yerdə həmin Şamın arxasından gizlənməyib baxır, düppədüzdür. Onsa palıda X-i qoymuşuq. Mütləq o geriyə baxmalı. Gəldik bir daha deyirəm, cökəni yoxlasam. L qalacaq, N qalacaq, M qalacaq. İndi mən cökəni yoxlasam, bu K buradan qaçacaq, bir dənə gizlənəcək yer buradır. Baxım görüm K varmı? Yoxdur. Yenə də düzdür. Yəni mən tuta bilmirəm onları. Üçüncü Şamı yoxlasaq. Şamı yoxlasaq, tez o bilə olduğu kimi saxlayın. L qaldı, N qaldı, M qaldı. Deməli, Şamı yoxlasaq, Şamdan nəsə çıxacaq ki, heç nə çıxmayacaq. Şamın arxasında onsa heç nə yoxdur. Bu da tuta bilmirəm. Gəldik Çinarı yoxlamağa. Baxın indi. Çinarı yoxlasaq, cökəni saxladım. N-nı və M-nı saxladım. Baxın. Çinarı yoxlasam, Çinarın arxasındakı el qaçıb gizlənəcəyi bir dənə yer haradır? Buradır. Bəs yaxşı, ola bilərmi? Bəs el əvvəl Şamın arxasında gizlənmişdi axı. Bax, onu demək istəyirəm sizə. Həmişə misalları həll eləyəndə bu son ağacı yoxlayıb görürsünüz, əvvəlcədən X qoymuşam. Bir dənə yer qalır da, həmişə bir dənə boş yer qalır. Bir dənə boş yer, bax, buradır. Mən də baxıram ki, bura el qoya bilərəm, xeyr. Nə palıdın arxasında gizlənə bilməz, nə də ki, əvvəlcə. Ona görə el artıq şikarə çevrildi. 5. Bəs palıdı yoxlasaq. Cöşə qalsın yerində, Çinar qalsın yerində, Şabalıd qalsın yerində. Ehtiyac var. Onsa nəyə yoxlayır ki? Palıdda heç nə yoxdur deyənə. Palıdın arxasında onsa boş görərsən. Yəni orada da tapınmadı. Və bir də Şabalıdı yoxlasan. Şabalıd hardadır? Fıstığı saxlayaq. Sonra cökəni kanı saxlayaq və eli saxlayaq. Baxın, yenə Şabalıdı yoxlasaq, bunun arxasındakı N qaçıb gizlənməlidir. Bir dənə burada. Bəs burada N ola bilərmi? Bəs N əvvəlcədən Şamın arxasında gizlənmişdir. Ona görə cavab burada Çinarla Şabalıd olacaq ki, şikara çevrilir. Yəni, biraz, bəli, iri sualdır, çətin sualdır, anlayırıq. Amma ki, mütləq və mütləq izahlara baxın. Deməli, bircə saniyə. Buna da baxın. Deməli, burada prosto ağaçlar nə qədərdir variantlardır? 7 dənə ağaçdır burada. Bayaq 6 dənə idi, burada 7 dənədir. Gedişlərin sayda maşallah düz 9 dənədir. Yəni inşallah bu boyda düşməsin. Çünki 9 dənə düşməyə o doğrudan da vaxt ikisidir. 2 dənə əlavə həmişə çəkirik əvvəlləri düzəltmək üçün. 7 dənə də ağaçdır. Ya bura istəsiz bunu belə 8 eləyim bu nömrələr qoymaq üçün. Bircə saniyə. Deməli, ağaçları mütləq və mütləq buradan yazmalısınız. Deməli, Sinar var, Şam var, sonra Cökə var, Fıstıq var,
Küknar var. Şabalıt var. Sonra Şabalıt. Şam var. Palıt var. Şam yazmışam. Palıt. Palıt. Ne kadar oldu? 3, 4, 5. Deməli, bunu prosto aşağıdan yazmalıydım belə. Deməli, bu 8 dənə, 7 dənə ağacdır. Nəyin arxasına nə dayanıb? Təbii ki, onu birinci növbədə yazmalıyım. Onu burada verib. Deyir, el cökənin arxasında dayanıb. Cökə. Bura el yazıram. M çinarın arxasında dayanıb. Bura M yazıram. K palıd ağacının palıd. K palıd ağacının bura K yazıram. C şabalıd ağacının arxasında dayanıb. Bura C yazıram. Və biri qaldı. N də fıstıq ağacının arxasında dayanıb. N fıstıq. Və təbii ki, özü də verib ki, gizlənməyə 2 dənə yer var. Şamla Küşnar. Və burada 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Gedişlərin sayına uyğun. Belə. Elə hissəsi burada boş yerə X qoya bilərsiniz. Bax, misal budur. Yuxarı ucu mənə lazım deyil. Başlayıram. Birinci gedişdə deyir ki, Şamı yoxlamışam. Birinci gedişdə Şamı yoxlasaq, bilirsiniz də hər şey olduğu kimi qalacaq. Çünki Şam boşdur. Olduğu kimi köçürdürəm. Heç biri yerini dəyişmir. İkinci gedişdə Cökənin ətrafını yoxlasaq. Bura mütləq. Amma bir dənə burada çaşmayın ki, Şamı yoxlayıram. Sonra gəlirəm Cökəyə də. Cökəyə gələndə həmişə Şama keçə bilməz. Yəni bunu götürməlisiniz. Ya da siz gələndən sonra yoxlayın. Deməli, gəlirəm Cökəni yoxlamağa. Çinardakı olduğu üçün qaldı. Fıstıqdakı qaldı. Buradakı qaldı. Buradakı qaldı. İndi Cökəni yoxlayanda, bax bu el Şamla Küknara keçə bilər. Amma Şamı yoxlayıb gəlmişəm. Ona görə el hara keçsə Küknara. Burada yazıram Cökə. İndi Cökədən gəlirəm fıstığı yoxlamağa. Fıstığı yoxlamağa gələndə M qalır öz yerində. L qalır. Q qalır və K qalır. İndi mən fıstığı yoxlayıramsa, bu N keçəcək hara? Ya Cökə, ya Şama. Cökədən gəlmişəmsə hara keçəcək? Təbii ki, Şama keçəcək. Belə. İndi burada yazıram. Option fıstığı yoxladım. Daha sonra 4-cü gedişdə Şamı yoxlayıram təzədən. Yenə M qalır, L qalır, Q qalır və K qalır. Yenə Şamı yoxlasam, Şamın arxasındakı N qaçacaq, gizlənəcək, Cökə və fıstıq. Fıstıqdan gələm deyənə artıq N Cökəyə keçəcək. 4-cü gedişdə də option Şamı yoxlayası oldum. Gedirik 5-ci gedişə. 5-ci gediş Çinarı yoxlayıram. Digərlər olduğu kimi saxlayayım tez bazar, Q və K. İndi 5-ci gedişdə deyir ki, Çinarı yoxlayıram. Şamdan gəlmiş amma. O şey Çinarın arxasındakı M Şama keçə bilməz. Mütləq və mütləq gələcək fıstığa. Burada yazdım 5-ci gedişdə Çinar. Bax, belə-belə eləyim. Sonra 6-cı gedişdə yenidən fıstığı yoxlayıram. Onda digərlərin olduğu kimi saxlayaq yenə Q, K. Fıstığı yoxlayıramsa, bax bu M buradan qaçacaq. Gələcək ya Şama, ya Çinara. Sonuncu da Çinarı yoxladığına görə Şama gələcək bu. Və burada yazıram 6-cı gedişdə option fıstığı tərsən yoxladı. 7-ci gedişdə deyir Cökəni yoxlayıram. Cökəni yoxlayanda M qalır. Sonra L qalır. Q qalır, K qalır. Cökəni yoxlayanda Cökənin arxasındakı N qaçacaq. Ya fıstığa, ya da Çinara. Sonuncu fıstığı yoxladığıma görə bu qaçacaq təbii ki, hara? Çinara. Yəni, gələcək bu N da bura, Çinara. Burada X qoyuruq. Və 8-ci gedişdə, amma bunu yazın da orada. Yoxlayandan sonra yazın. Cökəni yoxladıq sonuncu dəfə. Cökədən çıxırıq, gedirik 8-ci gedişdə palıdı yoxlamağa. N qalır öz yerində, M qalır öz yerində, sonra Küknar, L qalır və Q qalır. İndi palıdı yoxlayıramsa, bu K çıxacaq. Ən son Cökəni yoxladığıma görə K gələcək fıstığa. Və sonuncu olaraq deyir, 9-cu da hansını yoxlasaq şikara çevirilər, belə şikar sahibinə. Yəni, o da yenə də ən son 8-ci gedişdə bax, hansını yoxlamışam? Palıdı. Başa düşün ki, palıdı indidən X istəyirsiniz. Yəni, palıda heç biri keçə bilməz. Və ondan sonra istədiyici yoxlayırsınız. Məsələn, bir ikisini yoxlayaq, Cökəni yoxlayaq.
Görək döşəni yoxlasaq, qaçıb gizlənməyə yerləri varmı? N qalacaq, M qalacaq, K qalacaq, L qalacaq. Cökə hanı? Hə, cökə ilə onsuz da X-ı da, yəni cökədəki heç nə tapmayacaq, cökəni yoxlasaq. Heç, elə olanda vəbşə baxmayın ha. Əgər cökə X-sısa, nəyinə baxırsınız ki? Onsuz da onu yoxlasa da bir şey tapmayacaq. Gedirik Çinara. Çinardakı qaçıb gizlənə bilərmi? Əslində bəli. Amma necə olacaq? Baxaq. M qaldı, K qaldı, L qaldı və G qaldı. İndi bax bu Çinardakı N qaçıb gizlənməlidir. Hara? Yalnız və yalnız bura. Bəs yaxşı, baxın görün, əvvəldə cökədə varmı? Var. Ona görə artıq bu qaçıb gizlənə bilməz. Yəni şikar sahibinə çevriləcək. Əslində tapıram hamısının 7-sini eləməm, özünüz eləyəsiniz. Amma cavabı deyirəm. Bir də küknarda idi ki, şikar sahibi. Küknar da deyək bir dənə. Əgər küknarı yoxlasa, baxın, niyə şikar sahibinə çevriləcək? Küknarın da qaçacağı yer olmayacaq. Deməli, şabalıqda qalır. İndi baxın, küknardakı el buradan qaçıb, məcburən bura gələcək. Amma burada əvvəlcədən el cökənin arxasında gizlənmişdir. Ona görə bu sualın cavabı Oşum 2 ilə 7 idi. Yəni Çinarla küknarı yoxlasa şikar sahibinə çevriləcək. Amma digərləri mütləq və mütləq görsəz ki, sonuncuya 18 qoymuş o heç. Bir dənə boş yer olur da həmişə. Həmin o boş yerə nəsə n qoyamazsan, çünki burada n var. M qoyamazsan, məsələn, əvvəlki gizləndiyi yerlərə mütləq baxın. Yəni üslubu həmişə belə olacaq.